çəkəm. Çəkirik, İbrahim'i çəkirik. İbrahim görürsünüz, İbrahim budur. Bakın İbrahim. Murat Xan yetirməsidir İbrahim. Atı çapır. At hal-hazırda 85 gedir. İbrahim surət nədir? İbrahim surət nədir? Budur, bakın İbrahim keçdi quru yola. Koroğlu'dur bu. Koroğlu. Bunun demək olar ki, sizə bu İbrahim haqqında biraz bilgi verim. Bu Koroğlu nəslindən qalma oğlandı. Yəni Koroğlu nəslindən qalma oğlandı. İbrahim görsüz, elə bir surətlə gedir ki, biz ona qeyri-mümkündür çatmaq. Uşaqlar, yəni İbrahim'i biz istəyəcək ki, biraz yavaş sürsün, amma görsünüzsə o çağıraq dayan. İbrahim! Ona bir Budur. İbrahim görsən bizim çağrımızda da əhəmiyyət vermədi. Əziz TikTok izləyicilər, bu Koroğlu nəslindən qalma İbrahimi, yəni siz də tanıyın. Siz nə qədər səs versiniz, siqnallar onu İbrahim saxlasın. İbrahim'i danışdıracaq. İndi İbrahim'i danışdıracaq. Salam İbrahim bəy. İbrahim bəy, sizi biz çəkirik bayaqdan. Siz atı sürürdünüz, 85 idi surəti. Yəni ki, bu at haqqında nə deyə bilərsiniz? Bu atı nə vaxt almışsınız, hardan almışsınız? At, xahiş edirəm sağlı. Qarabağ atı cinsindəndir da bu. Qarabağ atı cinsindəndir. Yəni ki, at erkək atdır. Siz Koroğlu, yəni ki, nəvəsiniz yoxsa nəticəsi? Nəticəsidir, görürsünüz. Yəni Koroğlu'nun nəticəsi İbrahim bəydir. Görürsünüz, yəni o deyir at babamdan qalmadır deyir mənə. Babamdan qalma atdır deyir. Hə. Babasından qalma, yəni ki, ulu babasından Koroğlu'nun o qıratın balasıdır bu at. Yəni onu da deyim, siz biləsiniz. Əziz TikTok izləyiciləri, əvvəla hamınızı yenə də salamlayıram. İbrahim, xahiş edirik saxlayın bir dəqiqə. Yaxından indi İbrahim, bu at Koroğlu'nun atının o qıratının balasıdır da məncə səhv eləmirəmsə. Yox, tek o düz olsun. Ben niye? Aha, Yerli attı da. yerli atdı. Yəni ki, siz bu atı neçə ildir bəsləyirsiniz? Neçə yaşı var atın? 5. Atın 5 yaşı var. Yəni ki, bu gəldiyiz qaçaraq surətidir, yoxsa yorğu idi? Yorğu idi. Qaçarağı bir harca 130 gedər. Bu kaçaya sürmesin de yok. Yorğa sürür. Yorğası 85 idi biz ölçütük maşında. Əziz TikTok izləyiciləri, bu bizim İbrahimdir.